Əldən demişəm ki, doğulan kimi Müminin surəsini oxudu. Bəs bu necə olur ki, Quran hələ nazil olmamış Həzrət Əli Quran ayəsi oxuyur? Niyə şəkkə düşürsən? Git biraz az vərəqlə. Quranda Allah Məryəm surəsində Həzrət İsa deyir ki, beşikdə danışır. Deyir, mən Allahın quluyam, mənə kitab nazil olub. Beşikdə deyir hələ. Beşikdə haçan kitab nazil olub? Peyğəmbərliyə çatmayıb hələ. İncildən xəbər yoxdur. Məsumlar nur aləmində kitabın həqiqətini əks eləyiblər. Onlar dünyaya gələndən sonra kitab onlara bu dünyanın qaydasına uyğun tərif cümlə şəklində nazil olur. Amma o həqiqət onların qəlblərinə nur aləmində nazil olur. Qət təbəyyənər rüşdü minəl qəy. Quran deyir, haqq nahaqdan ayrılıb. Amma elə yox ki, girən kimi görəsən. Prosesdir bu. Gərək bir yerə gəlib çatasan ki, sənin üçün ayrılsın. Buyurur ki, təqvalı olun ki, sizin üçün furqan verin. Furqan nədir? Haqqı nahaqdan seçən bir nur. Münacata bax, bu da eşq. Əli əleyhissalamın Küfə məscidindəki münacatıdır. Sən güclüsən, mən zəifəm. Zəifə güclüdən başqa kim rəhm eləyə bilər? Sən dirisən, mən ölüyəm. Ölüyə diridən başqa kim rəhm eləyə bilər? Sən maliksən, sahibsən, mən sənin mülkünəm. Mülkə malikdən başqa kim rəhm eləyə bilər? Sən ruzu verənsən, mən ruzu alan, ruzu alana ruzu verəndən başqa kim rəhm eləyə bilər? Sən mövlasan, mən bəndiyəm, bəndiyə mövladan başqa kim rəhm eləyə bilər? Peyğəmbərimiz niyə Kəbədə doğulmadı? Halbuki Peyğəmbərin məqamı, Həzrət Peyğəmbərin məqamı Həzrət Əlidən çoxdur, böyük məqamdadır, şübhə yoxdur buna. Həzrət Əli əleyhissalam buyurur ki, mən Peyğəmbərin qullarından bir qulam, onun qulamı hesab eləyir özünü. Deyir, məni o tərbiyə eləyib, məni Peyğəmbər ədəbləndirib. Həzrət Əli Peyğəmbərin yetirməsidir. Bütün fəzilətlər Peyğəmbər Salavatullahın qəlbindən süzülüb, axıb gəlib Həzrət Əlinin qəlbinə. Mənbə Peyğəmbərdir. Buna şübhə yoxdur. Bu hadisənin ictimai baxımdan hikməti budur ki, Peyğəmbər Peyğəmbərliyini elan edəndə cəmiyyətin ləyaqətli insanları Peyğəmbəri təsdiq etsələr, bu həm də Peyğəmbərin haqlığına dəlalət eləyə bilər. Peyğəmbərimizə Peyğəmbərlik verilən zaman ilk o şəhadət verir. Bugün Əli demək də hünər deyil, çünki Əli əleyhissalam tarixdir. Düzdür, bir mənada hər zamanda onlar yaşayır, amma biz onunla bir şəhərdə yaşamırıq axı. Zaman keçib, cil-cil kitablar yazılıb barəsində. Bugünkü gündə sən istəyirsən biləsən ki, bir insan Əlinin vilayətinə nə dərəcədə bağlıdır, öz zamanında olan üstün insanlara, fəzilətli insanlara münasibətinə bax. Əgər həzm eləyə bilirsə üstünlüyünü, özündən dəyərli görən kimi təvazökarlıq edə bilirsə müqabilində, deməli həqiqətən Əlinin vilayətinə bağlanıb. Onu eləyə bilmirsə, onun da Əli deməyi dildədir. Əli əleyhissalamı qəbul eləməyib. Bəs mən sual verirəm, bir adam Əli ibn Əbi Talibi görürsə, qarşısında torpaq ola bilmirsə, bunun qəlbində nə qədər xəstəlik var? Adam da Peyğəmbəri görər, ona təzim etməz. Adam da Əlini görər, ona təzim etməz. Bu nə qəlbdir ki, sən köksündə gəzdirirsən?